Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə ba'd. Arafa günü dua günüdür desək, yanılmış olmarıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, Xeyrud dua, dua'u yevmi Arafə. Ən xeyirli dua, Ərəfə günü edilən duadır. Və hədisin davamında da Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən və məndən qabaqçı peyğəmbərlərin dediyi ən xeyirli söz də La ilahə illallah vahdahu la şərikə ləh, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Tək bir olan Allahdan başqa haqq məbud yoxdur. Şəriksizdir. Mülk onundur. Həmd yalnız onadır. Və o hər şeyə qadirdir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən xeyirli dua ilə bütün peyğəmbərlərin dediyi ən xeyirli sözü bizə bir hədisdə, bir arada təqdim eləməyi təsadüf ola bilərmi? Arafa günü bu iki əzəmətli dəyərdən istifadə eləmək lazımdır. Dua, çoxlu dua, sonra bu zikri de və onun mahiyyətini xatırla. Xatırla ki, Allahdan başqa məbud yoxdur, kimə ibadət edirsən. Xatırla ki, onun heç bir şəriki yoxdur. Xatırla ki, mülk yalnız onundur. Niyə ondan istəmirsən? Ondan istə və yalnız ona həmd et. Və istə, davamiyyətli istə. Və huvə alə kulli şeyin qadir. Vallahi hər şeyə qadirdir. İmam Əvza'i rahiməhullah buyurur ki, mən elə insanlar gördüm ki, ehtiyaclarını Ərafa gününə saxlayırdılar ki, o gün Allahdan istəsinlər. Və onlardan biri deyir ki, mən 50 ildir ki, Ərafa günündə dua eləyirəm. Və elə bir il olmayıb ki, istəklərimin nəticəsini sübhün işığı kimi tam aydın şəkildə görməmiş olum. Həmçinin sələflərdən biri deyir ki, mən Ərafa günü dua eləmək üçün bir il dualarımı hazırlayıram və tərtib eləyirəm. Budur, salih sələflərimizin nəzdində Arafa günü və ələl-xüsus Arafa günündəki duanın məkanəti. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, dua ibadətin özüdür. Bu əzəmətli gündə bundan daha bir xeyirli ibadət, bundan daha xeyirli nafilə ibadət yoxdur sənin üçün. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmçinin buyurur, Mən futihə ləhu minkum bəbu dua futihət ləhu əbvabur rəhmə. Sizlərdən hər kimə dua qapısı açılıbsa, onun üçün rəhmət qapıları açılıbdır. Subhanallah. Və Allah subhanahu wa ta'ala bizi dua eləməyə çağırır. Bizə dua eləməyi əmr eləyir. Deməli, üzümüzə açılacaq rəhmət qapıları Allahın izni ilə öz əllərimizdədir. Özün özünə rəhmət qapılarını aç. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, dua qədəri dəyişir. Subhanallah, müqəddəratın öz əlindədir. Nə istəyirsən, istə Allahdan, qədərini dəyiş, halını dəyiş, daha yaxşı ol, daha güclü ol, daha imanlı ol. Allah uzaq eləsin, cənnət yolundan uzaq bir yolda ikən artıq cənnət yoluna qoyul. Bu müvəffəqiyyəti Allah subhanahu wa ta'aladan istə. Allah azza və cəllənin 99 ismindən biri Əl-Vahhabdir, Əl-Vahhab. Subhanallah, bu isimlə istənilən nəyi Allah azza və cəllə verməz? Nəyi verməz? Zəkəriyyə aleyhisselam bəzi rəvayətlərdə deyilir ki, 120 yaşında ikən Allah subhanahu wa ta'aladan övlad istədi. Həm də o övladın Allah tərəfindən razı qalınmış bir peyğəmbər olmasını istədi. Allah azza və cəllə verməzmi? Allah subhanahu wa ta'ala onu Yahya aleyhisselamla müjdələyəndə ki, sənə biz Yahyanı verdik və peyğəmbərdir. Zəkəriyyə aleyhisselam təəccübləndi. Allah subhanahu wa ta'ala nə buyurur Quran-ı Kərimdə, Məryəm surəsində? Qalə kəzəlikə qalə rabbuka huvə aleyyə heyin. Allah subhanahu wa ta'ala dedi ki, bu mənim üçün asandır. Allah subhanahu wa ta'ala üçün asandır. Subhanallah. Başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Yəbnə Ədəm,
İnneke ma da'avteni ve racavteni gafartu leke ala ma kana minke ve la ubali. Subhanallah. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, bu qudsi hədisdir. Allah subhanahu və teala buyurur ki, ey Adəm oğlu, mənə dua etdiyin, məni çağırdığın və mənə ümid etdiyin müddətdə günahlarının qədərinə, sənin halıva baxmayaraq mən səni bağışlayaram və mənim üçün bu bir şey deyil. Mənim üçün bu çox asandır. Və hədisin ardında da Allah subhanahu və teala buyurur, Yəbnə Ədəm, ey Adəm oğlu, ləv bələğət zunubukə anənəs səmə, əgər sənin günahların göy üzünə yetişsə, thumma istəğfərtəni, sonra sən mənə istiğfar eləsən, məndən bağışlanma diləsən,ğafərtu lək, mən səni bağışlayaram. Günahların göy üzünə çıxsa belə. Arafa günü günahlarının bağışlanmağını Allah azza və cəllədən istə. Vallahi onun üçün asandır. Heç bir şey uzaq görmə. İstə Allah subhanahu və teala'dan ki, sənin bütün günahlarını bağışlasın. Bütün günahlarını. Bu Allah subhanahu və teala üçün asandır. Lakin Allah Teala deyir ki, sən istə. Necə ki, başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, səhv xatırlamıramsa hədis Tirmiz'dədir, yenə qudsi hədisdir. Allah subhanahu və teala buyurur ki, ey qullarım, mənim hidayət etdiklərimdən başqa hamınız zəlalətdəsiz. İstəyin, sizi hidayət edim. Mənim yedizdirdiklərimdən başqa hamınız açsınız. İstəyin, sizi doyuzdurum. Mənim geyindirdiklərimdən başqa hamınız üryansınız, çılpaqsınız. Məndən geyindirməyimi istəyin, sizi geyindirim. İstəyin, istəyin, istəyin. Aləmlərin padşahının qarşısındasan. Hətta müstəhabatları ilə, ədəbləri ilə bir yerdə nəzərə alsaq, dəstəmaz alıb, üzü qibləyə əyləşib, əllərini qaldırdın mı, hər şeyə qadir olan, Zəkəriyaya Yahyanı verən, Süleymana dünyanın mülkünü verən, Bədirdə səhabələrin yardımına, Muhammed sallallahu aleyhi və səlləmin yardımına atlı mələkləri göndərən Allah subhanahu və teala'nın huzurundasan və sənə deyir ki, istə. İstəməsən sənə qəzəb edir. İstəsən sevinir. Vallahi onun üçün asandır. Onun mülkü nəinki genişdir, hüdudsuzdur. İstə. İstə Allah subhanahu və teala'dan hafiz olmağı. Vallahi bunu uzaq görmə. Elmin azdır, istə Allah subhanahu və teala səni alim eləsin. Kasıbsan, gündəlik çörək puluna çalışırsan, Allah yolunda xidmətin zəifdir, istə Allah subhanahu və teala səni milyonçu eləsin və xeyriyyətçi eləsin. Bunu müşkül görürsən, vallahi Allah subhanahu və teala'nın əlində asandır. Çox asandır. Yetər ki, istəməyi bil. Allah azza və cəllə özü deyir, istə, verim. İstədiyin miniyin, zövcənin vəsflərini say. İstədiyin övladın vəsflərini say. Övladın üçün ali məqamlar istə. Zəkəriyyə aleyhisselam kimi. Vallahi Allah subhanahu və teala üçün çox asandır. Çox asan. Arafa günündə xüsusilə Zilhiccənin ilk 10 günü, ən əzəmətli gün, ağzın oruclu və Allah subhanahu və teala sənə baxır, səni gözləyir. İstə, subhanallah. Vallahi bütün dünya və axirət imkanları sənin əlindədir. Çətin görmə. Allah azza və cəllənin əlində çətin heç bir şey yoxdur. Uzaq ehtimal görmə. Allah subhanahu və teala üçün belə bir maniyə, belə bir əngəl yoxdur. Və bütün bunlar dünyadakı müvəffəqiyyətlərdir. Bəs cənnət, cənnətin ali dərəcələrini istə Allah subhanahu və teala'dan. Haqq hesabsız səni öz cənnətlərinə daxil etməyini istə Allah subhanahu və teala'dan. Orada Peyğəmbər sallallahu aleyhi və səlləmə qonşu olmağı, Əbu Bəşir, Ömər, Osman, Əli və necə sahabələrə yoldaş olmağı, Kövsər hovuzunun başında Rasulullah sallallahu aleyhi və səlləmlə onun əlindən qədəhdən şərbət içirdilməyini istə Allah subhanahu və teala'dan. Vallahi Allah subhanahu və teala bunu hamısını bizim kimi qullar üçün xəlq eləyib. Tövhid və sünnə əhli qulları üçün xəlq eləyib. Uzaq deyil. İstə.
Və Rasulullah sallallahu aleyhi və səlləm hər zaman dua eləyərkən Allah subhanahu wa ta'aladan ən ali məqamları istəyərdi. Biz də dünyanın və axirətin ən ali məqamlarını istəyək Allah azza və cəllədən. Vallahi verəcək. Vallahi verəcək. Arafa günü hər tərəfə lal cəvahirat tökülübdür. Gedib başqa yerdə daş dəmir axtarma. Dua ilə zikr elə. Dua ilə zikr elə. Çoxlu istə Allah azza və cəllədən, sonra qayıt. Həm düşün, həm xatırla, həm zikr et. La ilahe illallah vahdah. La şərikə ləh. Ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Vallahi Allah Cəllə Cəlaluhu bunların hamısını bizim üçün xalq edib. Hər şeyə qadirdir və səni gözləyir, dua elə. Və dua o qədər əzəmətli bir ibadətdir ki, bir haşiyəyə çıxaraq bunu da qeyd eləyək. Biz bilirik Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə vəd eləyib ki, qəbul edilməyən dua yoxdur. Lakin qəbul edilərkən onun halları var. Hallardan biri bu dünyada istədiyinin sənə verilməsidir. Allah subhanahu wa ta'alanın sənin duava, sənin istədiyi sənə verərək icabət etməsidir. Lakin duan qəbul olunub sənə icabət edilmədiyi təqdirdə, digər hal, sənin duanın meyzan tərəzidə salih əməllərin üzərinə savab olaraq, həsənət olaraq qoyulmasıdır. Ya subhanallah. Yəni bu əyləşib Allah subhanahu wa ta'ala istəyirsən, sadəcə hacətlərini istəyirsən, xeyir istəyirsən, bərəkət istəyirsən, müsəlmanlar üçün müvəffəqiyyət istəyirsən, valideynlərə, övladlarına, dünyava, axirətivə, dinivə, dünyava, qohumlarına, qonşularına, qeyri-müsəlmanlara xüsusilə hidayət istəyirsən, yəni o deyilən şeyləri fiziki əməklə əldə etmək çox çətindir. Dillə saniyələr ərzində istəyirsən, ya Allah azza və cəllə onu sənə verir, yaxud subhanallah onun həcminə, miqyasına müvafiq sənin əməl tərəzinə salih əməllər o yazır sənin üçün, savab yazır. Yəni bunun anlaşılması həqiqətən insan zehni üçün müthişdir və çətindir. Məhz bundandır ki, bəzi sələflərimiz buyurublar ki, müəyyən mənbələrdə qeyd olunur ki, bu Həzrət Əlidən radiyallahu anhudan rəvayət olunur. Deyir ki, qiyamət günü insanlar icabət edilmədiyi dualarının nəticəsini əməl tərəzisində görəndə həsrət çəkəcəklər. Deyəcəklər ki, subhanallah, kaş ki dualarımızın heç birinə icabət edilməyəydi. Hamısının bugün bu qədər ağır tərəzidə savabları olaydı. Yəni budur dua. Puça getmir, hədər getmir. Yetər ki sən yerində ol. Yetər ki sənin tövhidin yerində olsun. Sənin sünnən yerində olsun. Sənin ixlasın, niyyətin və bayaqki hədisdə deyildiyi kimi Allaha qayıdışın, ona ümidin və istəyin. Bunlar hamısı saniyələr, dəqiqələr ərzində insanın qəlbində bərqərar edilməsi mümkün olan dəyərlərdir. Bütün əzəməti ilə yanaşı, həllediciliyi ilə yanaşı mümkündür. Və subhanallah, belə olan bir şəraitdə, belə bir Rəbbin qarşısında, belə bir rahat şəriətin üzərində Ərafa günü kimi əzəmətli bir gündə ümidsizliyə və tənbəlliyə heç bir macal yoxdur. Ərafa gününün bütün fəzilətlərinə bizi müvəffəq etsin deyə uca Rəbbimizə dua eləyirəm. Və istəyirəm ki, Allah subhanahu wa ta'ala Ərafa günündə bizi bol-bol dualara və onun icabətinə və əməl tərəzisindəki ağır həsənətlərə bizi müvəffəq eləsin və bunu bizim üçün yazsın. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed. Əleyhissallahu bikəfin abdən